Data analizi sahəsində ən məşhur data modeli qar dənəsi və ya snowflake, həmçinin digər adı ilə ulduz sxemidir. Bu dərsdə biz ulduz sxemi haqqında danışacağıq. Əslində data sxemlər və onların necə modelləşdiriləcəyi haqqında növbəti bölümlərdə geniş danışacağıq. Lakin hazırki durumda da ümumi olaraq bu modelə toxunmaqda fayda var. İlk növbədə biz bu data modelinin nəzəri hissəsinə nəzər salaq. Modelin daxilində iki cür cədvəl olur. Birinci dimension, yəni ölçü cədvəlləri, ikinci isə fakt cədvəlləridir. Dimension bir çox hallarda dim olaraq adlandırılır. Dim cədvəllər həmişə birdən çox olur. Fakt cədvəli isə ulduz sxemindəki tək bənzərsiz olan cədvəldir. Bizim bir mağazamız olduğunu düşünək. Təbii ki, bu mağaza ilə bağlı olan dataları tutmaq üçün fərqli cədvəllərə ehtiyacımız vardır. Məsələn, product adlı cədvəldə məhsullarla bağlı məlumatlar olacaq. Həmçinin date adlı cədvələ də ehtiyacımız vardır. Çünki satış tarixləri və s. haqqında zamanla bağlı dataları bu cədvəldə tutacaq. Customer adlı cədvəlimizdə müştərilərlə bağlı olan məlumatları saxlayacaq. Digər tərəfdən store adlı bir cədvəlimiz də ola bilər. Hansı ki, burada biz mağazaların yerləşməsi, lokasiyası ilə bağlı məlumatlar depolaya bilərik. Promosyonlarla bağlı da həmçinin başqa bir cədvəl yaradıb, ona aid məlumatları orada saxlaya bilərik. İndi isə təsəvvür edək ki, müəyyən bir müştəri, müəyyən bir mağazadan hansısa zamanda, hansısa bir endirimdə olan məhsulu alır. Yəni, burada bütün proses təbii ki, cədvəllər arasında baş verir. Deməli, bu yolla biz 5 cədvəlin hamısına toxunan bir əməliyyat həyata keçirdik. Bəli, hazırda bu 5 dimension, yəni ölçü cədvəli bir-birinə bağlayan bir fakt cədvəlinə ehtiyacımız vardır. Məhz burada bizim fakt cədvəli sales, yəni satışlar cədvəlidir. Bu cədvəl bütün satışları özündə cəmləşdirmişdir. Əvvəl də qeyd etdiyim kimi, ölçü cədvəllərinin sayı çox, fakt cədvəlinin isə sayı yalnız 1-dir. Burada fakt cədvəlində bütün satışlarla bağlı məlumatlar, toplam satışlar, toplam vahid sayı, ümumi maliyyət kimi vacib məlumatlara rast gəlirik. Lakin eyni zamanda burada ID-lərlə bağlı 5 məlumat da vardır. ID hər zaman bənzərsiz bir identifikatordur. Məsələn, burada olan product ID haradan gəlir? Təbii ki, o product cədvəlindən gəlir. Gördüyünüz kimi bu cədvəldə məhsulun növü, ölçüsü, stili ilə bərabər ID nömrəsi də vardır. Hansı ki, bu ID fakt cədvəl olan sales cədvəlində də vardır. Yəni, onlar arasında cədvəllər arası əlaqə bu product ID-yə görə yaradılır. Həmçinin digər cədvəllərlə olan ID-lər də birbaşa cədvəllər arası əlaqənin yaradılmasına zəmin yaradır. Məsələn, hansısa bir ID-yə məxsus olan bir müştəri müəyyən bir mağazadan müəyyən bir tarixdə hansısa endirimli məhsulu ala bilər. Bu zaman bütün cədvəllər arasında bənzərsiz ID-lərə görə əlaqə yaradılır. Bu əlaqə isə fakt cədvəl vasitəsilə yaranmış olur. Hər şey datalarımızı daha yaxşı strukturlaşdırmağa yarayan bir sxem yaratmaqla bağlıdır. Çünki bütün müştərilərin, məhsulların, mağaza və digərləri ilə bağlı dataları yalnız bir cədvəldə saxlasaq, bu datalar həmin cədvəli şişirdəcək və onlarla asan-asan çalışa bilməyəcək. Ulduz sxeminə qısa da olsa toxunduq. Data modelləşdirmə dərsimizdə onu detallı şəkildə araşdıracaq. Növbəti dərsdə görüşənədək.